İTV xəbərə baxırsınız. Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişi regionda sabitliyin möhkəmlənməsi baxımından çox mühümdür. Ancaq İrəvan rəsmi Bakının sülh sazişinin tələblərindən yayınmaqla, eləcə də sülh sazişini təxirə salmaq üçün müxtəlif yollara əl atmaqla bunu şübhə altına qoyur. Sual yaranır. Gündə bir bəyanat verən Paşinyanın bir neçə maddəni sazişdən çıxarmaq istəyi nəyə hesablanıb? Nikol Paşinyan Azərbaycanla sülh sazişi layihəsindəki 16 maddədən 13-ünün tam razılaşdırıldığını, 3-ünün isə qismən razılaşdırıldığını deyir. Ermənistanın baş naziri razılaşdırılan maddələr əsasında sülh sazişinin imzalanmasını istəyir. Elə isə razılaşdırılmayan maddələr nədən ibarətdir? Nəzərə alsaq ki, Ermənistan hələ də özünün müstəqillik bəyannaməsindən və ona istinad edən konstitusiyasından Azərbaycana ərazi iddialarını çıxarmayıb. Bu ona yol aça bilər ki, gələcəkdə Ermənistandakı istənilən siyasi hakimiyyət məhz konstitusiyanı əsas gətirərək sülh müqaviləsini bir tərəfli qaydada ləğv edə bilər və bu isə artıq sülhün pozulması deməkdir. Çox güman ki, digər müddalar, demarkasiya, anklav və eksklavlar və digər məsələlərlə bağlıdır. Ekspertlər deyir ki, hər hansı bir sənədin maddələri ilə bağlı qismən razılaşdırılma ifadəsi anlaşılmazdır. Bir məsələ ya razılaşdırılır, ya da razılaşdırılmır. İrəvan Konstitusiya referendumunun 2027-ci ildə keçiriləcəyini deyir. Bu, xeyli vaxt qazanmağa hesablanıb. Digər tələb isə regionda kommunikasiyaların açılması ilə bağlıdır. Lakin bu məsələdə də Nikol Paşinyan Naxçıvanın İran və Türkiyə vasitəsilə xaricə çıxışının olduğunu deməklə Azərbaycanın tələbini manipulyasiya etməyə çalışır. Halbuki dünya təcrübəsində ölkənin əsas hissəsi ilə eksklav ərazisi arasında əlaqənin təmini üçün müxtəlif üsullar var. Məsəl üçün, 2-ci Dünya müharibəsindən sonra Kaliningrad şəhəri artıq bir eksklava çevrilib və Rusiya Federasiyası ilə onun sərhədləri yoxdur. Herhalde quru sərhədləri yoxdur. Orada dəniz vasitəsilə əlaqələr var. Biz bütün bu beynəlxalq praktikada olan layihələrdən istifadə etməliyik və Zəngəzur dəhlizi bu problemlərə baxmayaraq, təzyiqlərə baxmayaraq gec-tez açılmalıdır. Analitiklərin fikrincə, İrəvanın diqqəti əsas problemlərdən yayındıraraq sülh sazişini imzalamaq tələskənliyi əslində imitasiyadır. Belə olan halda imzalanacaq Azərbaycan-Ermənistan sülh sazişi yarımçıq olmaqla yanaşı ölkələr arasında sülhü dayanıqlı etməyəcək.